bir qədər özünüz haqqında məlumat verərdiniz. Mən Məmmədov Ramiz Şirinoğlu 1965-ci ildə noyabr ayında Laçın rayonu Borç kəndindən anadan olmuşam. 89-cu ildən Şuşada yaşayan, Şuşada işləyən qardaşımın yanına gəlmişəm. Şuşada mədəniyyət evinin işçisi olmuşam. Orada işləmişəm. Bu qatı müharibələr ermənilərin bizə qarşı bu təxribatları, bu müharibələri başlayanda mən də könüllü öz qohumlarımla birlikdə onlara qarşı əməliyyatlarda, döyüşlərdə iştirak eləmişəm. Və o hadisələrin demək Şuşa çıxana qədər, orada nə hadisələr olursa, daşaltı qırğını, vertolyotun vurulması, Topxana əməliyyatı, hamısı mənim gözümün qabağında oldu. İştirakım da oldu. 1992-ci ilin fevral ayının 14-də helikopterlərdən biri ermənilərin raketi tərəfindən vurulub. Ramiz bəy bu hadisənin canlı şahidi olub. Bizə bu haqda hansı gizlilər aça bilərsiniz? Vallahi orada gizli bir şey qalmamışdı. Yəni, avtobus işləmədiyinə görə Şuşa Ağdam arasına vertolyot gedib gəlirdi. O vaxt o vertolyotlar gedib gələndə həmin günü, o vertolyot vurulan günü, axşam günün batabat vaxtı idi. Mədəniyyət evinin qarşısında biz meydançada durmuşduq bir neçə nəfərlə. O vertolyot Şuşanın üzərinə, üstünə çatanda hansı ki yenməli idi, həmin vaxtı raket səsi gəldi, o vertolyotu quyruq hissəsindən qırdılar. Ona dedilər, Stingers raketi ilə vurulur, Stepanakert tərəfdə. O vertolyot düşə bilmədi, Qaybalı kəndi var. Zaten o Şuşadan baxanda o taylar görükür, böyüklərin keçdən oraya. Nəysə, dedilər, vertolyot getdi orası. Vertolyot gedə-gedə bizim gözümüzün qabağında vertolyotun arxada qırılan hissəsindən sayırdıq, 8 nəfər düşdü. Vertolyot yana-yana gedir. 8 nəfər düşdü. Vertolyot getdi, orada enli maşın yolu çəkilirdi həmən o Qaybalı kəndinə. O Kərkicahana sarı baxırlar. O yola dəydi, yolun zəhmanına, vertolyot alışlayanda. Biz mədəniyyət evinin maşınına oturduq, elə mədəniyyət evinin işçiləri ilə çoxla bir yerdə. Allah Yadgar Muradova rəhmət eləsin. O hər gün orada olurdu. O mənim müdürüm oldu. Oradan getdik oraya deməli, getdik alışıq yanır. Heç bir şey iş görə bilmədik. Yəni, heç kimi belə dəqiqdə qutarmaq mümkün deyildi. Pajarın gəldi, çıxdı, pajarın söndürənə qədər oldu qaranlıq. Mənim də orada qohumlarım vardı, ailəvi. Şahin yoldaşı, bir də 5-ci sinifdə oxuyan qızı. O Şahin qohumumuz orada raykomluqda işləyirdi, şöbə müdürüydü. Allah rəhmət eləsin. Səhərsi günü hava işıqlaşanda çox çətinliklə onların qapqara yanmış, belə də kösə olmuş meyitlərini aralayıb, tapıb, yığa bildik. Çox adamlar gəlmişdi. Kəlbəcərdən də adamlar vardı. Bax, həmən Yadgar Muradov, o mədəniyyət evinin müdürü olan. Onun özü, qolun çırmayıb nə qədər orada meyitlər yığdı bizimlə. Bax, bunu gördüyüm belə oldu. Onu Stepanakert tərəfdən vurdular, gözümüzün davamı dolanmışdı. Birinci Qarabağ müharibəsində könüllü iştirakçı olaraq bu haqda nə danışa bilərsiniz xatirələrinizdən? Birinci Qarabağ müharibəsi başlayanda, deyim ki, ta daşlaşmadan üzbəri 89-cu ildə mən Şuşada qardaşımın yanında olurdum. Əvvəlcə daşlaşma ilə, sonra atışma ilə belə başladı. Nə danışa bilərəm? Daşaltı qırğınının iştirakçısıyım. Daşaltı Şuşa-Laçın yolu arasında gəlib gedənləri çox gülləliyirdi. Çox çalışırdılar ki, daşaltını götürə bilək. Yəni, Şuşanın yolunu güllələmək. Bu əməliyyatlar bir neçə dəfə hazırlıq olub, amma keçirilməyibdi. Elə bir vəziyyət yarandı ki, bir gün dedilər ki, bir nazir seçilibdi, Müdafiə naziri Tacəddin Mehdiyev. Bir dəfə yadınızda olaraq Topxana meşəsi qırılardı. Topxana meşəsi qırılanda Bakıda bütün cavanlar çıxmışdı küçüyə. İnstitut tələbələri, cavanlar. Nümayişə çıxmışdı ki, erməni kimdir bizim meşələri qırır. Qarabağ deyirdilər. Həmən Tacəddin Mehdiyev o vaxtı bizə belə dedilər ki, həmən cəmaata deyir ki, gəlin, getdik Qarabağ almağa. Bakıdan haradasa xeyli adam götürüb gəlmişdi Şuşaya. Özü oturmuşdu voyinkomatda, gətirdiyi o əskər olasıları, belə deyək, döyüşçülərdə
Orada Şuşada sanatoriyalar çoxdur. 26'lar deyilən yer var, o sanatoriyalarda yerləşdirmişdi. 2 günüdür şəhərdə hamı danışırdı ki, Daşaltına hücum olacaq. Mən könüllüyəm, özüm istəsəm gedərəm, istəsəm getməyəm, bax belə. Bunu bilirdim, danışırdı, amma nə tər olacaq, nə olacaq, heç birimiz bilmirdik. Elə oldu ki, bir gecə saat təxminən 9 olardı. Vahid Bayramov var, Şuşanın milis rəisi. Çox gözəl insandır. Orasını qeyd edeyim ki, əməliyyata adamları göndərəndə də çayın verirdi, sigaretin verirdi, öz cibindən göndərirdi. O əməliyyatdan qutarıb gələnə qədər, səhərə qədər kabinetdə oturub gözləyirdi, özü qarşılayırdı, özü yola sarıldı, belə bir insandır. Vahid Bayramov məni çağırtdırdı, dedi o qohumlarını da götür gəl, Adleniyə, belə deyək, milisiya. Yavər var, Ənvər var, mənim qohumlarım da məndən bir yaş kiçikdirlər, elə bir yerdə çox işlərə gedirik. Yavər Ənvərdir mənəm, gəldik, milisiyanın Adleniyə gəldik, Vahid Bayramovun kabinetində oturdu, keçdi içəri, bizi qarşıladı, milislər də oturubdu, belə bir söz dedi. Dedi, bu axşam Daşaltına hücum var. Bu əməliyyat dedi, nazirin planıdır. Amma biz də öz köməyimizi eləməliyik, əsirgəməməliyik. Ramiz dedi, ona görə milislər gedir, siz də bizim milislərlə onlara qoşulursunuz. Bu əməliyyatda siz də iştirak edirsiniz. Çünki ondan qabaq bir çox geri verməni vəziyyətə verir. O Vahid Bayramov dedi ki, bu komandir eşidim. Amma onun bir sözü mənim köməyimə çatdı. Belə bir söz işlətdi ki, görsəniz komandir, ağlınız kəsən deyil, öz bildiyiniz kimi hərəkət edin. Deməli, bizi milis maşınla yığdılar, bir 7-8 dənə də milisinə, o Panka böyük maşınlar var. Gətirdilər 26'larda o Bakıdan gələnlərə qatdılar. Heç kəsi tanımırıq bir-biri. Hamıdan ağ qamizonlandı, qamizonu geyir ki, yer fevral ayında qardan seçilməsin. Bizə cəmatın gözü görür. Bizi də onlara qatdılar, orada yığdılar avtobusa, gətirdilər. Deməli, yarıma deyilən yer var, Şuşadan Laçına çıxışı oldu. Həmən o yarımada avtobus bizi töydü. Ola bir 80-90, belə 100 nəfər adam olaraq. Deməli, bizi 3 belə düzdülər cərgiyə, 3 dənə komandir var. Həmən orada gələnlər biz tanımırıq, Bakıdan gələnlərdir. 3 belə cərgiyə düzdülər zonasına, komandirin biri sağ tərəfdə, biri sol tərəfdə, biri də qabaqda. Nəblər kəndi var, belə yuxarıda, aşağıda Daşaltı kəndidir. Bu nəblərlə Daşaltının ikisinin arasında bir bizi salladılar, dərə var ora. Oradan da yendirdilər, dərənin o tayında Qızılqaya deyilən bir yer var. Biz orada yaşadığımıza oraları çox gözəl tanıyırıq. Bu Qızılqaya'ya sarı bizi qaldırırlar. Qızılqaya'nı keçəndə orada belə də təpə var, dağ var, yamaç var. Yamaç döşə deyirik biz. Buranı keçən kimi bir çıxırıq bu döşə, bu yamaç. Bura çıxan da onun da o tayında Daşaltının qabaq tərəfində ermənilərin yeraltı qazma səngərləri var. O səngərlərdir ki, sarayəli şəkildə qazıblar. Biz bunu razvedka edib bilmişik. Yeraltı Ruşnoy plamyotlar qurublar. Ola, Ruslar ona Naçinoy Videniya deyir, yəni gecə göstərən ayna. Durbin, üstündə durbin, bax onlarla. Doğruya çıxanda onlar görürlər. Bu Qızılqaya'nın bölünə belə çıxmaq istəyəndə sərt çıxartmaq olmazdı. Mən qabaqçının kürəyinə vurdum ki, komandiri çağır bura. Qabaqçı da ona dedi, o da ona dedi, komandir gəldi, dedi, nədir? Dedim, mənə qulaq as. Biz buradan çıxan kimi, mən yerliyəm dedim, Şuşadır. Biz buradan çıxan kimi o döşə, erməninin o tayda yeraltı qazma postları var. Ruşnoy plamyotlarda içində oturubdular. Biz çıxır onların qənşərinə. O post dedim ləğv eləmək üçün, ya sürmüş gedib qranat atmalıyıq, ya BTZ üstünə çıxmalıdır. Buradan atmalıla yeraltı qazma, oranı məhv eləmək olmur. Bu dediyim də getdi o bir 2 nəfərlə nə danışdı, nə elədirsə, qayıtdı gəldi mənə dedi ki, biz burayla keçirik, Kırstağın ətəyi var, oradan keçəndən sonra. Oradan qaydacağıq dedi, Daşaltının Stepanakert tərəfdən gələn yolu var. O yolu biz kəsəcəyik. Bu mənə deyir komandir. Səhər-səhər saat 6'da deyir, fişən yatıracaq, ağ fişən yatırıb, parol veriləcək, Şuşa tərəfdən Daşaltına hücum olunacaq. Stepanakert tərəfdən gələn ordunun köməyin qarşısını biz orada alacağıq. Boşlamayacaq, bəlkə işte. Mən öz-özümə fikirləşdim ki, bəlkə bu var, ən bilir. Biraz da irəlilər. Biraz da ilerleyəndə Vahid Bayramovun dediği söz yadıma düşdü. Görsən qulağınız kəsində öz bildiyiniz kimi hərəkət edin. Bir də çağırdım o komandiri. Dedim, bana qulaq as. Mən könüllüyüm. Sən bana hara tutulasıdırsan, mən buraları tanıyırım. Bir mən gedib oranı tutacağım. Hara ilə gedəcəm, o mənim öz işimdir.
Mənə dedi, könüllüsən, gəlirsən, gəl, gəlmirsən. Mən çıxdım, 2 qohumum da mənlə, Yavərlə Ənvər Şuşanın milisləridir mənlə. Bu Bakıdan gələn ordu, Tacməddin Mehdiyevin ordusu irəlilədi. Biz oradan dik yendik, dirənəndə daş altına, üstdən aşağı, səhər parolu gözləyirik ki, kəndə hücum edəcəyik. Bunlar keçdilər, deyildilər ki, komandir dediyi kimi də Stepanakert gələn köməyin qarşısını alıyorlar. Biz gəldik, kəndə dirəndik, dayandıq. Bizdən aralarında çox olsaydı bir yarım saat, 20 dəqiqəsi olaydı. Həmən pulamyotlar işə düşdü, tabi səsini eşidirik. Xeyli aralaşmışıq, onlar bu aşırım deyirlər də, Qızıl Qəmkəsində aşırım, keçiblər o döşək. Orada pulamyotların səsi, atışmanın səsi gəldi, telefon yox, bir şey yox, hiçbir əlaqə saxlaya bilmədik. Səhər-səhər parol veriləndə biz də buradan keçdik hücuma. Kəndə çatdıq, Məhdəf deyilən yer var, onun bağı tərəfdən biz getmişdik. Burada döyüşlər getdi, kömək gəlmədi. Sən demə bu axşam buradan keçənləri orada 20 dəqiqə sonra həmən onların hamısını o döyüşdə, hansı ki mən dedim ki, orada erməni postları var, yeraltı postları. Hamısını həmən o pulamyotçular qırıb bizimkilər bir güllə də ata bilməmişdi. Bax, yanıqlı budur. Bir güllə də ata bilməmişdilər. Hamısı orada qırılıb, biz də parol verəndə buradan daş altına hücuma keçmişik, o taydan da erməninin köməyi tökülüb gəlir. Hələ biz də elə bilir ki, özümüzün bizimkilər də axşamdan keçəndə. Axşamdan bizimkiləri burada qırıblar, heç bizim əlaqəmiz yox, xəbərimiz yox. Nəysə, elə bir bu axşam saat 10-dan çıxdığımızda, səhər axşam saat 5-dir, 6-dır, bu uzun söhbətdir, onu danışam. Zülfü adında milisiya var, serjantı Şuşanın milisiyası o qılçasından yaralanıb. Mən onu remelini açdım, qılçasını boğdum, bunu sürüyürəm ki, çıxardam. O da qalxıb ayağa sürmək olmur, o tayda güllələr dolu kimi tökür. Koldu, kosdu, döşdü, belə daşlıqdır. Orayla qarış-qarış sürürəm, Zülfünü də özümlə sürürəm. Həmən bu milislərdən də neçəsi vardı, atışıblar, gediblər. Fərman vardı. Allah rəhmət edəsin, gedib də edə biləm rəhmətə. Məndən xeyli uzaqdır. AQS ilə atdılar, onun ayağının altına düşdü. AQS deyilən bir dad var. Bilir onu vayındırlar. Belə balacadır, top kimi daddır. Qalxdı göyə dəydi yerə, qalxdı nətər quşqura getdisə, nə qədər dalca çağırdım. Psix oldu. Gəldi düşdü bağlasıydı. Gələndə cumcamalar ki, hə qırdılar, hə cəmatı qırdılar. Nəysə, yəni bax bu gün deyil. Bunu sürüdüm, Zülfünü yavaş-yavaş sürüdüm, gördüm biraz o anə bir nəfərlə dalışda yıxılıbdı. O tayda da güllələr dolu kimi yağır, o biraz açıqlıqda çıxmaq olmur. Bu Yavərlə Ənvər qohumlarım yanımda. Yavər dizindən əzilib, daşdan yıxılıb sürmədə. Ənvər əlindən. Həm də bir suya yaxında acdılar. Elə halsızdılar ki, bunlar mənə kömək edə bilmir. Buradan bir təhər açdım, güllələr yağ-yağ, getdim o yıxılının da yanına. Onun da əlindən tuttum, başını belə qaytar düzmə bax, dalsa yıxılıb. 5.45-in gülləsi düz mədəsindən girib. Qan laxtalanıb, beylaxılıb oradadır. Dedim, qorxma səni çıxardacaq. Adım nədir? Dedi, İlham. Dedim, hardansan? Dedi, Bakıda. Onu da qarış-qarış sürdüm, gətirdim bu Zülfünün yanına. Zülfünün yanına sürdüm, gətirdim. Bu milləmə döşdü, daşaltının yuxarısı. Amma Şuşa cəmatı çıxıbdılar o da. Bu yarımanın ağzı, yolun qırağında hamı barmaq kimi durub. Meyit gəlir, yaralı gəlir, qarşılayırlar, aparırlar. Şuşa cəmatı qadınlı kişili nə zülümlər çəkib həmən baxlar, o qadınların qeyrətini də deyim sizə. O qadınlar gətirib o yolun üstündə qazanlar asmışdı, öz evlərindən ət yağ gətirib, orada şorba pişirirdilər. O yaralı gələnə, o zülümlə gələnlər orada tutdurup yemək yedirdirdilər öz əllərinə. Bax, Şuşa qadınları belə olmalı bu çəklər. Allah, nə çəkdi o cəmaat. Bunun növbə ilə hər ikisini, həmən o İlhamı da, Zülfünü də çox çətinliklə sürüyə, özüm sürürəm, bunları da özümdən sürürəm, addım-addım. Gətirdim, çıxartdım. Şükürlər olsun, ikisi də 36 yaşıydı. Bakılı Mərdəkandadır, 2-ci qrup 50-dir. Zülfü də Şuşanın köhnə milisiyasıdır. İndi belə el olmuş ki, aralarda olmuşuq, görüşməmişik. Görüşəcəyik inşallah. Siz bir Laçınlı olaraq illər sonra yenidən Laçına qayıtanda hansı hissləri yaşadınız? Vallahi onu sözlə izah eləmək olmur, amma bir şey deyim. Bu millətin ki, bu qeyrətin ki, mən görmüşdüm, mən inanırdım ki, alınacaq, inanırdım. O vaxtı bizim birliyimiz olmadı, rəhbərimiz olmadı.
Mənə bir şeylə təsir edir ki, o vaxtı cəsur oğlanlar hamısı şəhid oldu. Onların adı sanı danışılmır, getmir. O vaxtı belə rəhbər olsaydı, birlik olsaydı, sərkərdə olsaydı, inanın, erməni kim deyir, nə qədər Ruslar da kömək eləsə də səbtimizdən keçə bilməz. Pəran oldu. Mən bir şeyi anlaya bilmirdim. Məsəl üçün, Cengiz Mustafayev gəlib Laçında çəkiliş edir. Orada bəziləri çıxır, deyir ki, hara qaçsın, nə yenirsin? Camaat elə bilir ki, yerli adamlardır. Yerlilər durmuşdu şəhərin müdafiəsində. Gələnlər, qardaş, bax, mənim dayımın biri, yaşlı dayım, yeni yola deyirdi ki, gedən bayan, ya haraya gedirsin, niyə gedirsin? Sənəti göstərdi ki, ağsaqqal, 3 gün deyib bizə bir qaz verirlər ki, çıxın. Bunun şahidiyik biz. Orada çıxan, belə də, Vayenna adı ilə gələn dəstəyirik. Girdi də komandir əmr edirdi ki, çıxın. Biz bir növ verdik. Şuşanın Laçının Kəlbəcəri verdik, o qalanların verilir. Neyse, indi bunu da inşallah vaxt görür, ustaçılar kim nə dərələrdir. Bugünkü günümüzə şükür, Laçın Şuşa gedəndə nə deyim, belə bildim anadan təzə olmuş. Şükür bugünkü günümüz. Sağ olun.